Herkese salam. Sizin de gördüğünüz kimi bugün kargo videosu çekirik. Bəli, düz eşitdiniz, kargo. Deməli, açıq görək nə gəlibdi. Aça bilsəm, yəni cəhd göstərirəm açmağa. Kırmızı kavra. Bəziləri deyir ki, Timudan yaxşı gəlmir falan. Xeyr, siz məncə düzgün vurmursunuz. Ona görə də yaxşı gəlmir. Amma mənim vurduğum bütün məhsulların hamısı çox keyfiyyətli və də çox da qəşəng gəlir. Baxın, keyfiyyət onaylandı. Daha sonra, yəni bu köynək alacaq. Belə qol detaylı, qolun burası açıq. Belə karisemi bir köynək. Bəyəndim. Dırnaqlarımı özüm düzəltməyə qərar verdiyim üçün Temudan dırnaq məhsulları vurmuşam. Çox balaca gəlib. Çox balaca gəlib. Üçün olmaz. Şimdi daha sonra dırnağın üstü üçün belə bəzəklər. Bantik falan. Qəşəngdir. Geli falan yığmaq üçün fırça təbii ki. Baxın görün necə gəlibdi. İki tərəfli fırça. Qəşəngdir. Deyil. Hamısı da çox belə ucuz, münasib qiymətə vurmuşam mən. Daha sonra pilka. Pilka olmazsa olmazdı təbii ki də. Dırnaq. Qəşəng. Və bu da təbii ki də dırnaq üçündür. Ondan sonra bunlar da belə salfetlərdir. Aha, 2 dənə piercing kimi sırğa. Bir dənə buna baxaq. 2 dənədir. Qulağımda yəni az imiş kimi. Hələ bir də doldururum. Böyle. Şeydi. Hoşuma geldi. Ondan sonra nedir bu? Böyle nedir böyle? Böyle atabilsek inşallah. Bakın. Ne vurmuşam ki ben böyle. Yəqin ki geldi də bu da. Bu da bilmirəm nedir. Kap ve kap. BMW həssəsi biri olaraq təbii ki də bunu almasam olmazdı. Və əsas məsələ tipsilər. Mən arkanın tipsini vurdum, adi tipsilər vurmadım. Çünki arkanın tipsini davamiyyətli işlətmək olur. Həm də çox yaxşıdır. Mən arka sevirəm, mən çox. Oradan açılır bu. Çok acı, rahat oldu. Ha, bu arada kargo videolarımı beğenirseniz sesi çekeceğim. İçinde arkanın her modeli var da yani. Hem kvadrat, hem oval, hem stiletto. Hamısı var. Aşkım bu modellere mən. Onun da videosu gelecek, narahat olmayın. Daha sonra bu nedir? Çok güzel bir don var tabii ki de. Bu don mükemmeldi. Yani ben bu dona aşık oldum diyebilirim. Donun güzelliğine bakın. Arkası bağlama. Ha, böyle uzundu. Sorun ne var? Tırnak ləvazimatı da yeni. Açabilsem tabii ki de. Allah'ım hardan atılır bu? Açtım. En büyük olurum. Güzel. Akvaryum falan yığmaq üçün.
Bu nədir? Çox maraqlı. Təxmini bildim nədir. Amma bunu deyəsən göstərməyəcəm. Baxın görüm odur. Yox, o deyilmiş. Nədir ki belə? Hey, bunu bildim. Bunu anam vuruşdu. Telefon tutacaq, bildim. Kəmər. İnce kəmərlər həm pencəklərin ortasına, həm də ki qara klasik şalvarlarla qəşəngdir. Həm də yox idi, ona gördür. Vur. Yəni nə əcəb yoxdur bilmirəm. Vursun. Baxın. Mən gold detayını sevdiyim üçün bu da gold olmalıydı təbii ki də. Belə. Çox qəşəngdir. Hamısı mükəmməldir. Aa, nəymiş bu? Deyirəm nə? Mən nə vurduğumu unutmuşam yəni. Bu. Lazım olur tez-tez. Yəni bu olmasa olmaz da. Nədir? Qırmızı kəmər. Bu inşallah anam vurubdur. Çünki mən deyil. Kırmızı kemer. Bu şeydi. Belli. Bundan da... Aa, yok, bitmeyip. Öyle bitmeyip. Buradaki... Oo, çok qəşəng gəlibdi. Materialına baxın. Yumuşaq. Bunu mamam dədəm üçün vuruşdu. Çok qəşəngdi. Materialı, keyfiyyət süper. İzlediğiniz için teşekkürler. Sağ olun.